Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 29-cu günüdür. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə sabah, yəni martın 29-u imsak vaxtı 05:02-də, iftar vaxtı isə 19:17-dədir. İmsak duası. İlahi, bugün məni öz sonsuz rəhmətinlə əhatə et. Bugün mənə qüvvət və ismət nəsib et. Ürəyimi töhmətçilik qaranlığından təmizlə. Ey mömin bəndələrinə rəhimli olan Allah. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.